Hüseyin, 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 Hüseyin. Bir insandı, atası Peygamberin sahabesi olur ama sonra Əli Aleyhisselamla ne edir? Düşmənçilik edir. Bir insandı, atasından ne edir? Hədislə nəql edir. Ondan da hədis nəql edirlər. Bir gün qapısı döyülür. Qapısı döyülür və buna lənətli Yezidin qoşununa başçı olmaq təklif edilir. Xüsusi seçilir bu adam. Sadıqı döyülür. Təklif edilir ki, gəl sən qoşunun başçısı ol. Əbu Abdullahı öldürməyə gedən qoşunun başçısı ol. Ve tanıyırlar bunu. O zayıf damarını da bilirler. Geçen bəhslərdə də düzdür. Kərbalada dünyaya satılanlar gəlib o cinayeti eləyirlər. Dünyaya satılanları da biliblər. O Yezid lənətliyin komandasında olan, onun bu işlerini görenler dəqiq biliblər. Kimin dərdi nədir? Bunun da dərdi biliblər. Neyle tərpətmək olar? Reylə tərpətmək olar. Ömer İbn Səd düşünür. İmam Hüseyin Aleyhisselam'ı tanıyır. Atası Əmir Əl-Mömini de tanıyır. Əhl-i Beyt kimdir bilir. Az Peyğəmbərə bunların adiyyətini bilir. Hədis nəql edir. Çox düşünür. Hansı, necə, nətər? Axırda bir şeytani öz aləmində çıxış yolu tapır. Çıxış yoludur, öz-özünü aldatmaq. Deyir ki, mən gedim bu cinayeti eləyim. Sonra da gedib tövbə eləyərəm. Bəzi yerlərdə keçir ki, deyir, 2 ildə tövbə eləyərəm. Allah da məni bağışlayar. Mən həm Rey şəhərinə, Reyin hakimiyyətinə çataram, həm də tövbəkar olaram, cənnətə gedərəm. Bir dənə maraqlı və şeytanın o hiləsini açan ibarəsi də var ki, insanın qorunma baxımından buna diqqət eləməsi çox önəmlidir. Lənətli Ömer İbn Sədin ibarəsidir. Deyir ki, bilin ki, dünya xeyri tez yetişən xeyirdir. Və heç bir ağıllı adam tez əldə olunan dünya xeyrini qoyub nisya olan cənnətə getməz. Adamın ideolojisi budur, düşüncəsi budur. Dünya malı üçün ilədiklərinə də bir ardıcıl nəzər salar. Orduya başçılıq eləməyə razılıq verir. İlk oxu atır və döyüşü başlayır. Üstəlik deyir ki, mənim ilk ox atan kişi olduğuma İbn Ziyad lənətliyin yanında şahidlik edir. Adam tam düşüncə ilə, tam anlamla, tam dərklə bu cinayətlərə gedir. Razılıq verir, seçir və ilk müharibənin başlanmasının da ilk oxunu atır. Sonra deyir ki, şəhadət verirsin, mən başladım ha. O səhnələrdə var ki, Hür ondan soruşanda ki, sən nə edirsən? Sən ciddiyə bu işləri görmək istəyirsən? Bir and olsun Allah'a ki, savaşacağım, həm də elə savaşacağım ki, başlar göyə uçacaq və qollar bedəndən ayrılacaq. Adamda bu qədər dünya malına görə cinayətlərə, nanəcimliyə hazırlığa baxaq görün. Nə qədər dünya malı nə qədər adamı halından, vəziyyətindən çıxarda bilər.